Esselamu Aleyküm. Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu yaxında dəyərli bir insanla diyaloqum oldu. Və diyaloqumuz nədən başladı? Ümumi söhbət dünyadakı gedən proseslərdən, xüsusən də iqtisadi məsələlər, iqtisadi böhran və ya buna aid nədənsə söhbət açıldı. Möhtərəm, o hörmətli insan danışdı məsələləri və mən də ona başqa bir açıdan dedim. Ümumiyyətlə bu böhranlar dəyişkəndir. Bəzən bolluq olur, bəzən qıtlıq olur, bəzən yəni bu insanlığın necə deyərlər, insanlıq üçün qoyulan bir sünnət, bir qanundur. Öncədən qoyulmuş bir təkrarlanan hadisələrdir. Yəni yeni bir şey deyil. Yəni insanlıq yaranandan həmişə belə şeylər olub. Daim iqtisadiyyat olub, iqtisadiyyatın qalxdığı bir dövrlər olub. Bolluq olan dövrlər olub, qıtlıq olan dövrlər olub. Ona görə də yəni başqa bir açıdan onu yönəltdim. Deyirəm ki, bu hörmətli, möhtərəm insana deyirəm ki, ümumiyyətlə bütün bu dünyadakı böyük pul mübadilələri, nə bilim, dünya, qızıl, bazar, neft, belə şeylərdən danışırdı. Deyirəm ki, bax, Peyğəmbərimiz, ona Allahın salavatı və salamı olsun, deyir ki, müsəlman, yəni bir gündə sübh namazında qıldığı o 2 rükət namaz, yəni hədisin məzmununu deyirəm, dünya və onun içindəkilərindən daha xeyirlidir. Yəni, ona izah etdim ki, yəni var vacib namaz, bir də var namazdan öncə nafilə namazı, hansı ki vacib deyil, yəni onu qılan savab qazanır, qılmayan günah qazanmır. Sübh namazından öncə qılınır 2 rükət və Peyğəmbərimiz buyurur ki, həmən o 2 rükət, hansı ki vacib deyil, kim istəsə qıla bilər, istəməyən də qılmaya bilər, savabdan məhrum olar sadəcə, dünya və onun içindəkilərindən xeyirlidir. Yəni, bugünə qədər və bugündən sonra dünyada nə olubsa və nə olacaqsa ondan daha xeyirlidir. Adam biraz düşündü, yəni dindən belə yaxın adamdır. Deyir ki, yəni adam, necə deyirlər, iş adamıdır, hər şeyi maddiyyatla, nə ilə ölçür. Deyir ki, onda yəni bu boyda dünyada sərvət olub və olacaq. Yəni, əgər 1-2 rükət sizin dediyiniz kimi, sənin dediyin kimi, əgər bir günün qılındığı o 2 rükət namaz bütün bunların hamısından daha üstündürsə, onda dünya nə dəyərsizdir. Belə öz fikri ilə dedi. Yəni, doğrudan əslində mənim fikrimdə hər bir insanın fikri olar. Yəni, düşünən insan üçün bu elə ilk ağla gələn bir şeydir. Dedi ki, onda dünya nə dəyərsizdir. Yəni, 2 rükət namaz. Əslində o 2 rükət namazın böyük əhəmiyyəti var. Əslində o 2 rükət namaz kimin üçün qılınır? Uca, böyük olan Allah üçün. Təbii ki, o dünya və onun içində nə varsa ondan daha qiymətli olmalıdır. Nəinki elədir, olmalıdır. Nəyə görə? Çünki dünya hər şeyi fanidir. Yəni o 2 rükət namaz həqiqətdə dünya və onun içindəki nə varsa ondan daha dəyərlidir. Əslində dəyərlidir. Amma bu bir tərəfdən də özü-özlüyündə nəyi göstərir? Bunu göstərir ki, dünya gör nə qədər dünyanın nazı, niməti, varı, dövləti, qızılı, nefti, hər şeyi. Yəni, gör nə qədər dəyərsizdir ki, yəni 2 rükət qılınan namaz ondan daha üstündür. Yəni, onun müqabilində, onun qarşılığında uca Allahın bizə vəd etdiyi mükafat, bunlardan bilin ki, arxayın olun ki, tam qat-qat üstündür. Bu sadəcə müqayisədir əslində. Əslində onun misli, bərabəri yoxdur. Çünki salih əməllərin mükafatı sonsuzdur. Uca Allah Quran-ı Kərimdə sonsuz mükafat verib. Yəni, heç nə ilə müqayisə olunmaz. Sadəcə başa düşülmək üçün müqayisə olunub. Və söhbətin ikinci tərəfi ondan ibarət oldu ki, yəni ümumən keçdim din mövzusuna, xüsusən mənəviyyat, yəni axirət deyirəm ki, biz bu maddiyyat üçün təbii ki yaşamırıq.
biz bu maddiyyat üçün yaşamırıq, maddi dünya üçün yaşamırıq. Zaten maddiyyatımız bu bədəndə müvəqqəti olaraq Allah tərəfindən bizə verilib. Bu bir gün bizdən alınacaq. Bizim bu dünyada əsas missiyamız var. Yəni Allaha ibadət eləmək və onun da mükafatı var və aləmlərin Rəbbi olan Allah, hansı ki yoxdan var edib, söz verib, bu mükafata söz verib və əksini də söz verib, cəzaya da söz verib və onun rəhmətindəndir ki, cəzada da tələsmir, möhlət verib. Ona görə bu dünya möhlət dünyasıdır, insana möhlət verilib. Ta insan bu dünyadan köçənə qədər insana möhlət verilir. Bu da Allahın geniş rəhmətidir ki, Allah Taala böyük rəhmət sahibidir ki, insana uzun müddət möhlət verir, 50 il, 100 il insana möhlət verir. İnsan bundan necə istifadə edəcək? Bəli, bu məsələnin birinci tərəfi idi və ikinci məsələ o oldu ki, möhtərəm, dəyərli o insan sual verdi ki, yaxşı, bu deyirsən bunlara, yəni necə inanaq da? Yəni insan ticarətçidir, təbii ki, hər bir ticarətçi məsələlərə mənfəət tərəfindən baxır. Əslində doğru, düzgün baxışdır. Yəni hansı məsələ qarşısına çıxanda zərəri və mənfəəti nəzərə alır. Bu ticarətçi necə deyirlər, baxışıdır. Adam fikirləşir ki, yaxşı, başa düşdüm, sən belə şeylər deyirsənsə, deməli bu zarafat məsələ deyil də, ciddi məsələdir. Mənə deyir ki, sən buna necə inanırsan? Yəni buna necə inanmaq olar da? Yəni bunun sübutu nə? Deyirəm, sübut deyirəm çox rahatdır. Sübut rahatdır, amma bir şey, birinci məsələ sənə bağlıdır. Deyirəm ki, sən ümumiyyətlə, yəni yaradana inanırsan, yəqin ki, Allaha inanırsan ki, yerin, göyün sahibi var. Belə böyük düzən, nizam, intizam yəni öz başına yarana bilməz. Deyir, əlbəttə. Deyirəm, bu ən rahat bundan sonradır. Deyirəm ki, yəni əgər sən yəni təbii ki, bir ağıllı insan olaraq bilirsən ki, yəni böyük bir idarəni yəni idarə edən olmadan, yəni onun sahibi olmadan onun qalması mümkün deyil. Yəni biz kiçik bir işi qururuq, bəzən idarə eləyə bilmirik. Qaldı ki, böyük bir fəza, sonsuz bucaqsız təhlükələrlə dolu olan bir fəza, yəni planetlər, dəqiq ölçülər, hər şey ölçülmüş formada, saniyə ilə işləyən sistem öz başına idarə olunmaz. Əgər bunu inanırsansa, bu əla. İkinci məsələ odur ki, əgər sən buna inanırsansa, bunu Allahın varlığını, həmçinin onun elçiləri bizə gətirib, həmçinin təkcə bizim ağlımız yox, həmçinin elçilər. Sən görürsən ki, elçilər də müxtəlifdir. Sən eşitmisənmi belə İbrahim deyilən peyğəmbər olub? Deyirəm ki, bilirsən ki, o yeni bir məlumat deyil İslamda, o bundan qabaq olub. Yəni bu özü düşündürmürmü ki, yəni bu İslam bundan danışıb, bundan qabaq başqaları da danışıb bunu. Bax, deyirəm, o xristian dünyasına onlar ona iman gətiriblər ki, onun peyğəmbər olduğuna, proroçistva, yəni peyğəmbərliyə inanırlar. Onlar inanırlar ki, ondan qabaq Davud peyğəmbər olub, ondan qabaq Süleyman peyğəmbər olub. Bunlar tarixi şəxsiyyətdir, bunlar nağıl deyil. Yəni bu konkret olmuş bir şeydir. Get Yahudilərdən soruş bu məsələni. Get xaçpərəstlərdən soruş bu məsələləri. Bunlar dünyanın böyük hissəsini hal-hazırda kimlər təşkil edir? Düz başqa dinlər də var, buddistlik nəli. Amma xristianlar, Yahudilər bunlar dünyanın böyük bir hissəsini təşkil edir. Görürsənmi, onların da inandığı bir peyğəmbərlər və bizim dində bütün o gətirilən məlumatlar hamısını təsdiqləyir, heç birini inkar eləmir. Ən gözəl şəkildə təsdiq eləyir. Quran-ı Kərim qədər peyğəmbərlərə sayğı, hörmət duyan ikinci kitab yoxdur. Ona görə, yəni dəlil olaraq, maddi sübut olaraq da sənə bu kitablar, bax, bundan qabaq baxmayaraq ki, təhrif olunub Tövrat var. Baxmayaraq ki, təhrif olunub İncil var. Yəni o kitablar var. O kitabların içində haqq sözlər də var və Quran da onlara təsdiqləyici kimi gəlib. Və İbrahim peyğəmbərin coğrafi bir məkanı olub. Kəbə. Kim bünövrəsini qoyub? Ərəblər, qədim ərəblər hamısı İbrahimi tanıyıblar. İbrahim hətta bütü olub Məhəmməd peyğəmbərdən qabaq. Deməli o Kəbənin bünövrəsini qoyan peyğəmbərlərdən də İbrahim peyğəmbər. Yəni bu məlumatlar kifayət eləyir ki, ağıllı insan araşdırsın məsələni və özünü riskə atmasın. Təbii ki, kim bununla maraqlanmırsa, özünü riskə atır, bilsin ki, riskdədir. Tutaq ki, düşünür ki, bunlar yəni məlumatlardır, ya elə deyil. Bu çox
şaxəli istiqamətlərdən gələn məlumatlardır. Ona görə bu araşdırılmalıdır. Əgər bu çıxsaydı ki, bu barədə ancaq Quran danışıb, İslam danışıb, yəni təbii ki, bütün peyğəmbərlərin dini İslamdır. Onda hə, amma bu görürsən ki, çox ayrı-ayrı istiqamətlərdən gəlir. Ona görə deyirəm, sən ağıllı olaraq, bir ticarətçi olaraq araşdırmalısan ki, hətta böyük bir riskə özünü atmayasan. Amma halbuki, yəni əgər sən ticarətçi olaraq bilirsən ki, hər bir şeydə qazanc var, itki var, bu məsələdə də elədir. Yəni bu məsələnin riski odur ki, öyrənməmək. Əgər sən öyrənmirsənsə, sən riskdəsən artıq. Araşdır, öyrən. Əgər doğrudan da inamın Allah'a varsa, araşdır. Gör ki, o insanlarla yerlə əlaqə saxlayıb peyğəmbərlər vasitəsilə. Yəni bu belə bir üslubla ona çalışdırılım bu məsələni. O çünki maddi sübut istədi ki, yəni bu sənin dediklərin necə deyirlər, insana təəssürat müəyyən qədər müəyyən təsir eləyir. Yəni düşündürücüdür, amma sübut deyirəm, sübut belə. Birincisi mənəvi sübut, ikincisi maddi sübut. Mənəvi sübut odur ki, sənin öz bilgilərin Allah barədə, yaradan barədə ki, milyardlarla insanlar fitri olaraq yaradana inanır və ağlı olanlar, elmi yaxşı bilənlər, ətraf mühiti yaxşı bilənlər, onlar yaradana, Allaha inanırlar. Bu birinci tərəf, ikinci tərəfdə odur ki, maddi sübutlar var, kitablar, peyğəmbərlər, araşdır. Bəli, səhv məlumatlar da var, doğrular da var. Bunlar sənin üzərinə qalır araşdırmaq, çünki sənin həyatındır. Sən heç vaxt bu dünyada öz həyatını, maddi bu həyatını heç bir ağıllı insan riskə atmaz. Yəni çalışmaz ki, özünü həlakə atsın. Eləcə də insanın böyük bir həyatı var, əbədi həyat. Əgər bu doğrudan ciddi bir şeydirsə, bu barədə məlumatlar varsa, insan bunu da riskə atmamalıdır özünü. Yəni insan əbədi həyatı ilə, necə deyirlər, oyun oynamamalıdır. Deməməlidir ki, nə olar. Yox, elə deyil, araşdırmalıdır. Ağıllı insan araşdırar. Xüsusən də əgər ticarətçidirsə, yəni nəyin xeyirli olduğunu, nəyin ziyanlı, hardan xeyir qazana bilərəm, o şeyi düşünməlidir. Allah müvəffəq eləsin. Ümid edirik ki, o qardaşımız da nə vaxtsa bu barədə düşünər və nəticə çıxarar.